Herkese selam uşaqlar. Bugün sizlərə gördüyünüz kimi PUBG Mobile-da tablet görünümü edilir. Yəni çox asandır. Buradan gələrsiniz uşaqlar hesablamalara. Sonra buradan çıxırsınız. Sonra bu xəttə basırsınız. Bunları bir dənə silək. Sonra üstünə basırsınız. Burada 2 dənə yanbayan üzbəüz duran şey var. Yəni basacağım biləsən. Ona bastınız uşaqlar. Telefonu yan tutun. Yəni oyun necə oyunsa elə. Sonra üstünə bastınız. Sonra bunu belə elədiniz. PUBG Mobile bastınız. Burada gözlüyorsunuz biraz. Sonra bakın burada 10 saniye, 7 saniye gözlüyorsunuz. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Eskiden bak tez o yana çeviriyorsunuz da yani. Çok yani böyle tez çeviriyorsunuz. Yavaş yersiz olmayacaq da. Mən tablet görünümü pisdir deyə mən elə biləm. Yəni indi bu dəqiqə olacaq. Amma siz eləyə bilərsiniz. Yəni yaxşıdır məncə sizə görə. Yəni gördüyünüz kimi oldu. Sizə görə bir daha WoW atacağım. Yəni bütün ayarlarımı korlamaq istəmirəm. Bir daha WoW atacağım. Bir daha WoW atacağım uşaqlar. Kanala abunə olub like atmağı unutmayın. Sonraki videolara görə yəni uşaqlar yorumlara yazın da sonra nədəniyim. Ona görə yəni uşaqlar sizin abunələriniz, like'larınız lazımdır uşaqlar. Bəli, uşaqlar. Yəni like atın da yəni uşaqlar. Mən də əziyyət çəkirəm. Bax uşaqlar, burada yəni hemen ağızda da basmayın. Burada ancaq buna basın da yəni. Bassanız ona yoxsa tablet görünümü gedəcək. Yəni görürsünüz kimi yəni tablet görünümü yəni hiylə kimi hesattıran bir şeydir yəni. Hesatdırır yani adamcığım. Ben de burada uşaqlar WoW-ları şeyliyim. WoW ayarlarımı qurum. Çünki WoW-a girsəm, yəni çox şey olacaq yenə. Ya da mən də istəyirəm, yəni tablet görünümü. Uşaqlar, əgər burada yəni tablet görünümü çətinsə sizə ayar qurmaq üçün bir dəqiqə sizə söyləyirəm, axıllı söz deyirəm. Girirsiniz buradan plan 1-ə. Klassikdir yəni. Önə çıxanlar var uşaqlar burada. Tasarımdan önə çıxanlar. Burada tablet seçirsiniz. Burada 4 parmağın, 3 parmak, 2 parmak seçirsiniz. Sonra ön izlemine basın. Ön izlemine. Bu olacak sizin tablet görünümüzde yani uşaqlar. Amma əməlli mən prosta bunu telefonla oynayım üçün bunu bura qoyub bunu böyüdürəm də yəni uşaqlar. Belə. Bunu da burada qalsın da yəni. Gördüğünüz gibi uşaqlar bu da size oldu tablet görünümü. Ben burada biraz fərqli eləyəcəm çünki fərqli eləməsəm yəni uduza bilərəm. Bunu da buraya getirip belə şey eləyəcəm. Ben. Şu an bu da siz gördüğünüz gibi tablet görünümünün qəşəng bir uygulaması. Ben bunu uyguladım. Klasikdə şey bu olacaq. Takımlı ölüm maçında da heç tərəddüd etmədən bunları tez buraya qoyuram. Yəni bir dəqiqədə yəni vaxt aparmır. Buraları da buraya qoyuram uşaqlar gördüğünüz kimi. Bir dəqiqədə. Bunu da böyüdürəm. Buraya qoyuram. Bunu da buraya uşaqlar. Bu da mənim arena ayarım. Ben bunları buraya koyacağım uşaqlar. Ben bunları böyüdürəm çünkü tablet görünümündə silah şeyler çok balaca olur. Diğer tekliyə, otoya basa bilirəm də arada bir səfər. Bunları da uşaqlar belə elədikdən sonra keçirik. Bu işiniyor. Wolf'a. Wolf da yani belə eləyirsiniz. Yəni bir dəqiqədə belə eləyirsiniz, gedidəyəm. Onsuz da çox oynayan yoxdur yəni bunu. Ona hızlıca mən atıram burada. Gelir. İndi uşaqlar, izləyicilərim. Girirəm bir vs bir WoW-a. Mərmi ata bilməyəcək mənə. Nə VPN gəlsin, nə də şey gəlsin. Mən yəni təsir eləməyəcəkdir o. Uşaqlar ethandır, yəni kompüterdə belə eləyir etanda. Həm belə eləyir, həm də hiylə atır da pürüsdə. O vapşe yəni başqa temadır uşaqlar. Bir dənə atış butonuna basan kimi yəni heysə gedir. Amma mən bunu telefonda elədim. VPN tutarlı deyil də yəni. Onun tutarlı deyil. Heysə atdıran VPN yoxdur. Yəni çox danışmayaq. Heysə atdıran VPN yoxdur uşaqlar. Görürsünüz yəni dəli kimi də yəni dəli kimi. Mən bunu TikTok canlılarımda da eləmişəm. Yəni çox 5 jeton, 10 jeton olsun belə atmışam. Yəni şöyle bax bana bilirsən yəni əməlli başlı uça bilirsən bana. Bax görürsən adam mənə mərmi atdı. Mərmi atdı da mən yox atam mən. Çünki nədir? Hiləyəm. Hilə yəni şöyle baxın VPN yox bir şeyim yox yəni. Tablet görünümü hiləsiyəm. Görürsünüz.
Adam çaşıya hara çıxmaq istəyir. Qaqa, yəni mən verdiyim yəni güvənlidir. Yəni mən nə verirəm uşağa güvənli. Yəni mən takipçilərimə heç vaxt güvənsiz şey vermərəm. Amma təkdə vururam. Adam təkdə vuracaq. Ona görə deyirəm ki, uşaqlar, bax bu silahların yeri böyüdür. Adam nerede? Yani klasikte olar. Bir nefer bir vs 1'e qalarsınız. Udmadan son bir adam qalar. Yəni uşaqlar görürsünüz beləncə səhvən uduzarsınız. Yəni. Gözləyin, mən bu adamı çox aç oynayıram. Bu adam bir gecəli şişdi. Cəbra. Görürsünüz təşkiyə edici yəni barmağım. Bunu düzəltmək yəni sizə tövsiyə edirəm. Düzəltməsəz yəni hər bota da öyrəsiz yəni. Bu adam mənə görürsünüz eləmək istəyirdi. İkinci silah tez aldı. Yoxsa mən udacaqdım. Heç nə olmaz. Mən o ayarlarımı da qəşəng düzəldəndən sonra bunu bilirsiniz nə edəcəm? Bunu öldürəcəm nə yəni. Bax görürsünüz əlim yəni dürbün açmaq əvəzi hər yeri deyil. Nə oldu? Bir ölümdən sonra preslər ne deyəsən? Bax təkidi, bax görürsən təkidi. Əlim deyil təşkidəci. Ona görə deyirəm ki, bunlar böyle ne yani? Bilmədən təşkide basırsınız, sonra da ölürsünüz. Baba, hoppama yeni bak. Baba görürsən, heysələr. Sənə təkcə heysələr göstərmək istəyirəm mən. Ya qabağınıza yəni güclü bir də joystick ilə yəni olsa da yəni öləcək. Yəni beyni çönəcəkdi o adamın da. Bu niyə belə oynayır? Hilədir, rapor edirəm bunu. Aa öldü ay Müslüman. Hile açıp sana. Təşkiyə də edəlim. Bunda mərminin gedişi də uşaqlar. Yəni düppədüz gedir mərminin gedişi. Quran haqqı. Prosta indi mən təzə eləmişəm. Ya gərək bunu bir həftə oynayım, öyrənim. Bu arada uşaq Kore PUBG-də yükləmişdim. Sildim çünki megabyte'dır. VPN Kore VPN yüklüsünüz uşaqlar. Oradan da şey edirsiniz. Oradan da girip onu aktifləşdirirsiniz. Megabyte'ız yani ihtişim şeydi yani. Telefon yaddaşındaki megabyte yani nömrəyə verilen megabyte yok. Ayda. Her neyse uşaqlar burada gördüğünüz gibi bu indi tez arenada yoxlayırdı yani. Bildiğim bu da şeydi. 2 vs 2'ye girip belki yoxlayıq. 2 vs 2 UMP bir də M4'də. Hər neyse uşaqlar sağ olun, salamat qalın. Bu videoda max dəstəyinizi eləyin yəni bilirəm. Max dəstək göstərsiniz. Sağ olun, salamat qalın uşaqlar.